Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən kompleks əməliyyat axtarış və nəzarət tədbirləri həyata keçirilib. Nəticədə Avropaya daşınması nəzərdə tutulan küllü miqdarda narkotik vasitə heroin aşkar edilib. Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib. Sözü gedən vasitələr qanunsuz dövriyyədən çıxarılıb. Belə ki, Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Estoniyaya kafel yapışdırıcısı yükü aparan vaqon Astara Dəmir Yolu Gömrük postunda saxlanılıb. Yüklərə stasionar rentgen qurğusunda baxış keçirilib. Baxış zamanı şübhəli cizgilər müşahidə olunub. Nəticədə yükə kinoloji xidmət iti vasitəsilə əsaslı gömrük yoxlaması tətbiq edilib. Kinoloji xidmət itinin reaksiyasından sonra aparılan yoxlama zamanı 3250 ədəd kisədən 44-ündə xüsusilə küllü miqdarda qablaşdırılmaları ilə birlikdə ümumi təqribi çəkisi 456 kiloqram 800 qram olan narkotik vasitə heroin aşkar edilib. Vurğulayaq ki, aşkar edilən narkotik vasitənin Avropa qara bazarında təqribi pərakəndə satış qiyməti 90 milyon ABŞ dollarından yuxarıdır. Faktla bağlı araşdırma aparılır.